Salam dostlar, bir daha. O bizim həyətdir, mənim həyətimdir. Buradan girişdir darvazadan. Bu torpaq satılandan sonra bu darvaza ləğv olacaq. Buradan giririk həyətə. Bura həyət. Buradan bir darvaza olacaq. Satıqda olan torpağın darvazası burada olacaq. Tam 4 metrdir yol. Təmiz zaborun içine 4 metr yol qoyulubdur. Bu ikinci xət zabordur. Elə çəkmişəm ki, bilinsin ki, zabordur. Buradan 4 metr yolla belə gedirik həyətə. Burada bir boşluq yaranır. Burada kim istəsə gölmül qazan əkə bilər. Hal-hazırda gül əkilib. Buradan gedirik həyətimizə. Gəldik. Burada gəlir çıxır bu setkanın tininə 4 metr yenə yol. Bu ara kimi belə qoyulub. Buradan mənim evimin böyrüdür. Buradan 1 metr ara qoyulacaq. Evin böyrünə keçmək üçün 1 metr yarım. Bura həyətimizdir. Rahat bir həyətdir, kvadratdır. Ev tikilisə rahat. 4 sot torpaqdır. Göy çəmənlik. Bir daha yine qaydırıq geri. Bu həyətimizin çıxışıdır. Nəzərinizə çatdıraq ki, həyət 4 sotdur, sotu 15 mindən. Torpağın sotu 15 min, 4 sotdur. Buradan qaydırıq. Xətdən bilinir zabor əvəzi. Belə bir zavod çəkilir. Buradan gəlirik. 4 metrdir. Bir küçə enində yol qoyulubdur. Buradan gəldik. Bir darvaza buradan qoyulur. Bir darvaza BMW'nin arxasından qoyulacaq mənim üçün. Bura boşluqda qalacaq maşın saxlamaq üçün yerimiz. O darvazanı da çıxaracağım. Qoyam bu bir tərəfə. Bu darvaza çıxacaq. Kim istəsə mənimlə əlaqə saxlasın. Bu qədər.